Güvən nəşriyyatının 12 oktyabr 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya sualları 10-cu sinif. Yer kürəsində çəkilə bilən ən uzun çevrə ilə bağlı cədvəldəki uyğunluğu müəyyən edək. Bilirik ki, yer səthində çəkilə biləcək ən böyük çevrə ekvatordur. Ekvatorun uzunluğu 40.076 kilometrdir və bu da yanlış verildiyinə görə bu variant doğru deyil. Bütün meridianlarla kəsişir şərti doğrudur. Doğru verildiyinə görə B variantını götürə bilərik. Şərq və qərb yarımkürələrinin sərhədini təşkil edir. Bu meridianlara aid olan xüsusiyyətdir. Qrinviç və 180 dərəcəli meridiana aiddir. 1 dərəcəli qövsün uzunluğu 111,3 kilometrdir. Şərti doğru olduğu halda burada yanlış verildiyinə görə bu variant da yanlışdır. Yeri şimal və cənub yarımkürələrinə ayırır şərti doğru bir şərtdir. Ancaq qarşısından yanlış verildiyinə görə bu variantda yanlış götürülə bilər. Cavab B variantı. Miqyası 1 bölünsün 20.000 olan xəritədə A və B məntəqələri arasında məsafə 6 sm olarsa həqiqi məsafəni hesablayaq. Bilirik ki, ədədi miqyası izahi miqyası çevirmək üçün əgər orada 5 sıfır yoxdursa, yəni kilometr çevirə bilmiriksə, 2 sıfır silib metrə çevirə bilərik. Yəni 1 bölünsün 20.000 miqyasından 2 dənə sıfır silsək, yerdə 200 metr qalır. Və xəttdəki uzunluqda 6 sm olduğunu nəzərə alsaq, həqiqi məsafə bərabərdir. Xəttdəki məsafə vurulsun, miqyas düsturunu bilirik. 200-ü 6-ya vursaq cavabımız eləyəcək 1200, cavab Y variantı. A materiki, Qrinviç meridianı və ekvator xəttinin hər ikisi ilə kəsişən yeganə materikdir. Burada söhbət artıq Afrikadan getdiyini bilirik. Bu materik bütün yarımkürələrdə yerləşir. Bu şərtdə Afrikaya aiddir. A materikinə, yəni Afrikaya əsasən cədvəldəki uyğunluğu müəyyən edək. Sahəsindən görə ən böyük materikdir şərti doğru sırada verildiyinə görə yanlışdır. Yeni dünyaya aiddir şərti Afrika köhnə dünyaya aid olduğuna görə yanlışdır. Şimal və cənub tropik xəttlərlə kəsişir şərti isə doğrudur. Hər iki tropik xətt Afrikanı kəsir. Üçüncü şərtin verilmədiyi B variantını, D variantını eləmək olar. 1 və 2 şərtlərdə bizə lazım olmadığına görə onları da eləsək, yalnızca C variantı qalır. Ekvator xətti onu təqribən 2 bərabər hissəyə bölür şərti qismən doğru götürmək olar. Demək olar ki, ekvator xətti Afrikanı tən ortadan kəsir. Dördüncü şərt doğru bir fikir ifadə edildiyinə görə, amma yanlışların siyahısında verildiyinə görə yanlışdır, götürmürük. Sahilləri 4 okean suları ilə yuyulur şərti yalnızca Avrasiya materikinə aiddir. 5-ci şərt yanlış olduğuna görə götürürük. Christopher Kolumb tərəfindən kəşf olmuşdur şərti də yanlışdır. Çünki Christopher Kolumb Amerikanı kəşf etmişdir. 3, 5, 6 cavab C variantı. Sxemə əsasən daxili və xarici horizontal arasındakı hündürlük fərqini 30 metrdir. A nöqtəsinin mütləq hündürlüyünü müəyyən edək. Əgər daxili və xarici horizontalı arasında 30 metr hündürlük fərqi varsa və bu da təpəni ifadə edildiyinə görə bu horizontallar, daxili horizontal 430 metr olacaq. Və kəsmə yüksəkliyi də 10 metr olacaq. Çünki buradan bura əgər 30 metrdirsə, 3 dənə də kəsmə yüksəkliyi varsa, deməli kəsmə yüksəkliyi 10 metrə bərabərdir. Belə çıxır ki, A məntəqəsi bura 400, bura 410, A məntəqəsi 420 metr hündürlükdə yerləşir. Cavab D variantı. 40 dərəcə şimal enini hansı materiklərlə kəsişir? 40 dərəcə şimal enini Şimali Amerika və Avrasiya ilə kəsişir. Burada cavab D variantıdır. Coğrafi koordinatları 40 dərəcə şimal eni və 0 dərəcə uzunluq olan Valensiya şəhəri 51 dərəcə şimal enliyindəki Londondan hansı istiqamətdə yerləşir? Deməli, hər iki şəhər Qrinviçdə yerləşir. 51 dərəcədə London şəhəri və 40 dərəcədə Valensiya şəhəri yerləşir. Və Valensiya şəhərinin Londondan hansı istiqamətdə olduğunu soruşduğuna görə oxu Londondan etibarən çəkirik aşağıya doğru və cənub istiqaməti bizə lazım olan cavabdır. Cavab C variantı. Leif Eriksona aiddir. Leif Erikson Christopher Kolumbdan 5 əsr əvvəl Skandinaviya tərəfdən Şimali Amerika, yəni Qrenlandiya adasına ilk ayaq basan vikinglərdəndir.
Avstraliya materini kəşf etmişdir şərti yanlışdır. Cənub coğrafi qütbünü fəth etmişdir fikri yanlışdır. Şimali Amerikanın şimal-şərq hissəsini səfərlər etmişdir şərti isə doğrudur. İlk dəfə dünya səyahət etmişdir şərti yanlışdır. 3 dəfə Azərbaycanda olmuşdur şərti də yanlışdır. Edir-Venn diaqramını tamamlayan bəndi müəyyən edək. Konturlu şərti işarələr və xətti şərti işarələrə uyğun ortaq fikirləri götürəcəyik. Obyektin sahəsini təyin etmək ola yalnızca konturlu şərti işarələrə aiddir. Xəritənin tərtibində istifadə olunma şərti isə hər ikisinə aiddir. Yalnız obyektin uzunluğunu təyin etmək mümkündür şərti yanlışdır. Yalnız planın tərtibində istifadə olunur şərti də yanlışdır. Bataqlıq və şoranlıqlar isə yalnızca kontur şərti işarələrlə göstərilir. Y variantı da yanlışdır. James Cook xəritə sxemində verilmiş materiklərin hansının sahələrini tədqiq edərək onun müstəqil materik olduğunu sübut etmişdir. Burada söhbət Avstraliyadan gedir, yəni ikinci şərt B variantı doğrudur. Miqyası bir bölünsün 300.000 olan xəritədə sahəsi 4 kvadrat santimetr olan ərazinin həqiqi sahəsini hesablayaq. Həqiqi sahə bərabərdir. Miqyasın kvadratı vurulsun. Xəritədəki sahə düsturunu bilirik. Miqyasımız burada 3 kilometrdir. 5-0 silsək 3-ün kvadratı 9. 9 da 4-ə vursaq eləcək 36. Yəni cavabımız D variantıdır. Müşahidəçi 0 dərəcəli azimutla 3 kilometr, yəni şimala doğru 3 kilometr. Daha sonra isə şərqə doğru daha 3 kilometr, yəni şərqə doğru yenə 3 kilometr getmişdir. O başlanğıc məntəqəyə ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? Deməli, başlanğıc istiqamət bu tərəfdə, yəni cənub-qərb və ya 225 cavab A variantı. Hansı kartografik təsvirdə miqyas daha böyük olar? Bilirik ki, daha kiçik ərazilərin xəritəsində miqyas daha böyük olur. Qarabağ İqtisadi rayonunun ekoloji xəritəsi, Şimali Amerika materikinin fiziki xəritəsi, Türkiyə Respublikasının iqlim xəritəsi, Quba-Xaçmaz İqtisadi rayonunun topoqrafik xəritəsi, Laçın şəhərinin planı. Bu ərazilər, sadaladığımız yerlərdən ən kiçik ərazi Laçın şəhərinə aiddir. Deməli, cavab Y variantı. Hansı miqyaslı xəritədə təsvir daha dəqiq müfəssəl olar? Miqyas nə qədər böyükdürsə, xəritə o qədər dəqiqdir. Yəni, burada cavab B variantıdır. Azərbaycan hansı yarımkürələrdə yerləşir? Nəzərə alsaq ki, Azərbaycan 40 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğunda yerləşir. Biz şimal və şərq yarımkürələrini qeyd edə bilərik. Cavab A variantı. Məhəllin planında miqyası şərti işarələrlə təsvir olunan coğrafi obyektlər. Miqyası şərti işarələr sahəsini, uzunluğunu ölçmək mümkün olmayan və bəzən də o obyekti təsvir edəcək, ona oxşar bir şəkillə ifadə edilən şərti işarələrdir. Burada tək ağac götürülə bilər, cığır xəttidir, su quyusu miqyassızdır, şose yolu xəttidir, telegüllə miqyassızdır, kolluq sahəvidir. Yəni, miqyaslı şərti işarələrlə 1, 3, 5, yəni A variantı qeyd oluna bilər. Doğru olmayan fikri müəyyən edək. Azərbaycanın hər nöqtəsində qütb ulduzu Polaris 40 dərəcə bucaqlığında görünür şərti yanlışdır. Çünki Azərbaycan orta hesabla 38-41 dərəcə şimal enliklərində yerləşdiyinə görə biz də bilirik ki, hansı coğrafi enlikdən baxırıqsa, qütb ulduzunu o bucaqdan görürük. Deməli, elə A şərti, A variantı bizə lazım olan variantdır. Horizontalların sıx keçdikləri yerdə yamaç daha meyillidir şərti doğrudur. Relyefin hündürlüyünü göstərən horizontallar izohips adlanır şərti doğrudur. Yerin şimal coğrafi qütbünü Robert Piri tərəfindən fəth olmuşdur şərti doğrudur. Kompas və qnomonla üfüqün cəhətlərini təyin olunur, bu şərtdə doğrudur. 355 dərəcə azimutla gedən səyyah ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? Bilirik ki, azimut 180 dərəcədən böyük olarsa, onun əksini tapmaq üçün verilən azimutdan 180 çıxarıq. Yəni, 355 çıxılsın 180 eləyəcək 175 dərəcəli azimut. Cavab B variantı. Bakıdan şimal qütbünə qədər olan ən qısa məsafə Bakıdan cənub qütbünə qədər olan ən qısa məsafədən neçə kilometr azdır? Bakı 40 dərəcə şimal enindədir və şimal qütbü 90 dərəcə şimal enindədir. Bir ekvator çəkirik və cənuba da 90 dərəcə yazırıq. Bakıdan şimal qütbünə 50 dərəcədir,
Bakının cənub qütbünə isə 130 dərəcədir. 130-dan 50 çıxsaq eləcək 80. 80-i də 1 dərəcəlik meridian qövsünə vursaq eləcək 8880. Cavab B variantı. Eyni-Venn diaqramına əsasən uyğunluğu müəyyənləyək. 80 dərəcə cənub eni və 80 dərəcə şərq uzunluğuna aid olan xüsusiyyətləri götürəcəyik. 1 dərəcəlik qövsün uzunluğu 111 kilometrdir şərti yalnızca 80 dərəcə şərq uzunluğuna aiddir. Belə ki, bu şərt meridiandan aiddir. 2-yə A. 2-yə A-nın verilmədiyi variantları silirəm. Ya A variantı qaldı, ya da B variantı. Antarktida maddəki ilə kəsişir. Bu şərt ortaqdır. Çünki həm 80 dərəcə cənub eni, həm də 80 dərəcə şərq uzunluğu Antarktida maddəkini görür. 3-ə B, 3-ə B-nin verilmədiyi B variantını da silirəm. Cənub, şərq və qərb yarımkürəsində yerləşir şərti isə yalnızca 80 dərəcə cənub eninə aiddir. Çünki 80 dərəcə cənub eni Qrinviçlə kəsişəndə həm şərqdə, həm qərbdə olur və cənub yarımkürəsində olduğuna görə tamamilə cənubda olur. 1-ə də C, cavab A variantı. Səyyah coğrafi koordinatları 30 şimal və 70 şərq olan A məntəqəsinin əvvəlcə şimal istiqamətində 1110 km yol gedərək B məntəqəsinə, daha sonra isə B məntəqəsindən paralel xətti boyunca şərq istiqamətində 45 dərəcə yol gedərək C məntəqəsinə çatmışdır. Səyyahın cəmi neçə kilometr yol getdiyini müəyyən edək. Deməli, öncə 30 dərəcə şimal eni və 70 dərəcə şərq uzunluğunun kəsişməsindən şimal istiqamətində 1110 km 10 dərəcə deməkdir. 1110-u 111-ə böləndə 10 dərəcə eləyir. Deməli, çatdıq 40 dərəcə şimal eninə, amma 70 dərəcə şərq uzunluğu olduğu kimi qalır. Daha sonra B məntəqəsindən paralel xətti boyunca şərq istiqamətində 45 dərəcə gedib. Deməli, buradan da bura 45 dərəcə gedib, 70 dərəcə şərq uzunluğundan 45 dərəcə şərqə getmək 115 dərəcə şərq uzunluğuna çatmaq deməkdir. Yəni, çatdığımız məntəqənin koordinatları 40 şimal və 115 şərq uzunluğudur. Səyyahın cəmi neçə kilometr yol getdiyini hesablayaq. Baxırıq. Deməli, 30 dərəcə şimal enindən 40 dərəcə şimal eninə 1110 km gedib, 10 dərəcədir. 1110 km burada verilmişdir. Və 40 dərəcəli paraleldə 45 dərəcə getmək, neçə kilometr getdiyini bilmək üçün 40 dərəcəli paraleldə 1 dərəcə qövsün uzunluğu 85,4-dür. 85,4-ü vururuq 45 dərəcəyə. O da eləyir 3843 kilometr. Üstünə də buradakı 1110-u gəlsək, eləyir 4953. 4953. Cavab A variantı. Yerüstü planlamada istifadə olunan alətlərdən deyil, mussol dəqiq planlamada istifadə olunur, teodolit dəqiq planlamada istifadə olunur, kompas dəqiq planlamada istifadə olunur, ruletka dəqiq planlamada istifadə olunur, amma termometr havanın temperaturunu ölçmək üçün istifadə edilir. Deməli, D variantı bizə lazım olan variantdır. Aşağıda şimal yarımkürəsində yerləşən paralel çevrələrin 1 dərəcə qövsənin uzunluğu verilmişdir. Hansı paralel çevrəsinin ekvator xəttinə daha yaxın yerləşdiyini müəyyən edək. Bilirik ki, yer kürə formasında olduğuna görə ekvatordan qütblərə doğru getdikcə paralellər kiçilə-kiçilə gedir. Bunun səbəbi yerin kürə formasında olmasıdır. Deməli, bizə verilən paralellərdən 1 dərəcəlik qövsünün ən böyük olanı ekvatora ən yaxın olandır. Burada da 1 dərəcə qövsün uzunluğu ən böyük olan 109,6 km-nin Y paralelidir. Yəni, cavab Y variantı. Doğru sıraları müəyyən edək. Birinci sırada tək kol verilib. Tək kol doğru yazılıb. Planda təsvir olunur. Bəli, planda təsvir oluna bilər. Miqyaslı şərti işarə kimi. Doğru sıra, birinci sıra doğrudur. İkinci şərt işarə metal körpüdür, amma burada yel dəyirmanı verilib, deməli 2 yanlışdır. Üçüncü şəkildə bəli üzümlük verilib, konturlu şərti işarələr verilib, bu da doğrudur. Dördüncü şəkil meyvə bağıdır, düzgün verilib, konturlu şərti işarədir, bu da doğrudur. Beşinci sırada seyrək meşədir, xətti şərti işarələrlə verilir, şərti yanlışdır. Və 6-cı sırada yol verilib və amma obyekt olaraq karxana yazılıb, bu da yanlışdır. Deməli,
1,3,4 doğru cevaptır. Bir bölünsün 150 kilometre miqyaslı. Eğer 5-0 silsək, burada 150 kilometre demək olar. Bir bölünsün 150 kilometre miqyaslı xərtidə 22 derece şimal eni və 3 derece cənub enləri arasında ən qısa məsafənin neçə santimetr olduğunu tapaq. 22 derece şimal eni ilə 3 derece cənub eni arasında 25 derece coğrafi enlik fərqi var. Biri şimalda, biri cənubda olduğuna görə toplayırıq. Və eyni meridian üzərində olduqlarına görə 1 dereceli göstərici 111 kilometre olduğunu nəzərə alsaq, bu edir 2775 kilometr. Miqyasımız da 150 kilometre olduğunu nəzərə alsaq, xərtdəki uzunluq bərabərdir. Həqiqi uzunluq bölünsün miqyasa. Yəni 18,5 santimetr. Ədədi miqyaslara uyğun gələn izahlı miqyasları müəyyən edək. Burada ədədi miqyası izahlı miqyasa çevirmək üçün əgər 5-0 varsa silib kilometrlə yaza bilərik. 5-0-dan azdırsa ikisini silib metrlə ifadə edə bilərik. Burada birincidə 5-0 yoxdur, amma bunu 1,5 kimi yazmaq olar. Yəni 100 minə bölüb 1,5 kimi yazmaq olar. Uyğun gələndə soruşursa birinci uyğundur. Yəni 150 min 1,5 kilometre eləyir. İkincidə 25 kilometre olmalıdır, amma burada 250 kilometre yazılıb, 2 yanlışdır. Üçüncüdə 400 metre yazılmalıdır və 400 metrede yazılıb. Bunu bəzən 0,4 kilometre kimi də göstərə bilərlər. Üçüncü şərt də doğrudur. Dördüncüdə 830 kilometre yazılmalıdır, amma 83 kilometre yazılıb, bu da yanlışdır. Beşincidə 60 kilometre olmalıdır, amma 6 kilometre yazılıb, bu da yanlışdır. Altıncıda 2-0 silsək 250 metr qalır və doğru yazılıb. Cavabımız 1, 3, 6. Sxemdə kəsmə yüksəkliyi neçə metr olmalıdır ki, A nöqtəsinin mütləq hündürlüyü 510 metr olsun? Baxırıq ki, A nöqtəsinin hündürlüyünün 510 metr olması və arada 1, 2, 3, 4 dənə kəsmə yüksəkliyi olması bizə kəsmə yüksəkliyini hesablamaq üçün meyardır. 510-dan 450'sini çıxarıq, qalar 60. 4 dənə də kəsmə yüksəkliyi 60 metri 4'e bölsək, cavabımız eləyəcək 15 metr. Uyğunluğu müəyyən edək. Birinci xətti işarəti işarədə 400 metr verilib. 400 metrin arxasına 2-0 artırıb ədədi miqyası eləyərik. Yəni olmalıdır 40 min. Birinciyə D. İkincidə 2 kilometr verilib. 2'nin arxasına 5-0 artırırıq ki kilometr olsun. Yəni 200 min ikinciyə Y. Və üçüncüdə 0,2 kilometrdir. Bu da 200 metr deməkdir. 200 metr 20 min deməkdir. Üçüncüyə B. Situasiya suallarına baxaq. Şimal yarımkürəsində yerləşən A paralelinin çevrəsinin uzunluğu 30.744 kilometrdir. Bu paralelin meridianlarından birinin kəsişmə nöqtəsində ölkəmizin paytaxtı yerləşir. Deməli, əgər ölkəmizin paytaxtının yerləşdiyi paraleldən söhbət gedirsə, deməli bu 40 dərəcə şimal enidir. Və ölkəmizin paytaxtının yerləşməsi, yəni Bakının koordinatları 50 dərəcə şərq uzunluğunu tələb edir. 40 şimal, 50 şərq. Deməli, 40 dərəcəli paralelin ümumi çevrəsinin uzunluğu 30.744 kilometr imiş. A paralelinin 1 dərəcəli göstərinin uzunluğunu hesablayaq. 40 dərəcəli paraleldə 1 dərəcəli göstərinin uzunluğunu tapmaq üçün onun həqiqi uzunluğunu 360 dərəcəyə bölərik. 360. Bu da eləyəcək 85,4 kilometr. 85,4. Ümumiyyətlə 40 dərəcəli paraleldə 1 dərəcəli göstərinin uzunluğunu əzbər bilməkdə fayda var. A paraleli üzərində 35 dərəcə şərq uzunluğu və 40 dərəcə qərb uzunluqları arasında ən qısa məsafəni hesablayaq. A paraleli 40 dərəcəli paraleldir və 1 dərəcəsi dediyimiz kimi 85,4 kilometrdir. 40 dərəcə qərb uzunluğu və 35 dərəcə şərq uzunluğunun arasında Greenwich var. Deməli, buradan bura 75 dərəcədir. Və 75 dərəcəmizin 85,4'ə vuranda cavabımız 6405 kilometr olacaq.
A paraleli boyunca qərbdən şərqə doğru, yəni şərq istiqamətində hərəkət edən səyyah qütb ulduzunu özünün hansı tərəfdə görər? Qütb ulduzu hər zaman şimal qütbündə, şimal qütbü üzərində göründüyünə görə şərqə doğru hərəkət edən səyyah qütb ulduzunu özündən solda görər. Və bu paraleldən ekvatora qədər ən qısa məsafə 40 dərəcəli paraleldən ekvatora qədər 40 dərəcə var. Meridian üzərində də 40 dərəcəmiz 111 kilometrdən vursaq 4440 kilometr eləyəcək. Hər kəsə uğurlar.